Musiad Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən bu mötəbər 5-ci ümumi yığıncaqda hər birinizi xoş gördük. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون واعتصموا بحبل الله جميعا ولا تفرقوا واذكروا نعمة الله عليكم إذ كنتم أعداء فألف بين قلوبكم فأصبحتم بنعمته إخوانا وكنتم على شفا حفرة من النار فأنقذكم منها كذلك يبين الله لكم آياته لعلكم تهتدون. Bugünkü toplantı Musiad Azərbaycanın davamlılığına, dəyərlərə sədaqətini və Azərbaycan-Türkiyə qardaşlığının iqtisadi müstəvidə daha da möhkəmləndiyini ifadə edən əlamətdar bir mərhələdir. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri əsrlərin sınağından çıxmış tarixi bağlara söykənir. Musiad toxumları 1990-cı ildə Türkiyədə əkilən Müstəqil Sənayeçi İş Adamları Dərnəyi olaraq bugün 84 ölkədə 177 şöbəsi ilə 70 mindən çox şirkəti öz ətrafında birləşdirir və 3 milyondan çox insanın işlə təmin olunmasına töhfə verir. 2017 yılında kurucu üyesi ve kurucu yönetim kurulu üyesi olarak Azerbaycan'da Musiad'ın kuruluşunda görev almaktan büyük bir onur duyuyorum. Reşat Cevil Bey de çok güzel 4 yıllık bir çalışmayla ortaya koyduğu bütün hedeflere ulaşarak bu Azerbaycan'da yürütülen Azerbaycan Musiad Şube Başkanlığı görevini bana devretti. Ben bu görevi üstlendiğim için çok onurluyum, çok gururluyum. Yönetimi devraldık. İlk yönetim kurulu toplantımızda yine oluşturacağımız sanayi ve yatırım komisyonumuzla Azerbaycan'da görev yapacağımız 24 ay süresince 12 tane projeyi hayata geçirmeye çalışmak istiyoruz. Bu projelerimizde KOBİA'nın, Azerbaycan Ekonomi Bakanlığı'nın, Türkiye Ekonomi Bakanlığı'nın Musiad Genel Merkezi'nin desteğiyle her 2 ayda bir üretim tesisini, dünya genelde rekabet yapabilecek, Azerbaycan menşeli ürün üretebilecek üretim tesisinin bütün projelendirmesini hayata geçirip ve Azerbaycan'daki herkesin ortak olabileceği çok ortaklı, kardeşlik hukukuna dayalı bir yatırım faaliyetleri başlatmayı planlamaktayız. Ben her zaman altını çiziyorum. Musiad sadece bir iş dünyası organizasyonu değil, aynı zamanda bir düşünce kuruluşu adeta. Hazırladığı çalışmalarla, raporlarla, önerdiği politikalarla gerçekten ülkemize büyük katkıları oldu. Türkiye'den ve Azerbaycan'dan katılan bakan yardımcılarımız, kıymetli büyükelçilerimiz, Musiad'ın kıymetli genel başkanı, Musiad Azerbaycan'ın 5. genel kurulu dolayısıyla bir aradayız. Avrupa'dan Afrika'ya, Asya'dan
Amerika kıtasına kadar uzanan ve dünyanın tüm kıtalarında yapılanmış yurt dışı teşkilatlarımıza kayıtlı 4000'e yakın sayıda üyemiz tıpkı Azerbaycan'da olduğu gibi küresel ölçekte düşünen ve sahada yer alan, karşılığı olan bir yapıya sahiptir. Qardaş Türkiyədə mövcud olan sənayecilər sahəsində, sənayədə mövcud olan bilik, ekspertiza, bilginin, know-how'un Azərbaycana gətirilməsi sadəcə yatırımın deyil, orada olan təcrübənin və biliklərin gətirilməsi baxımından çox dəyərlidir. Onu deyə bilərik ki, İqtisadiyyat Nazirliyi olaraq biz qeyd olunan 12 istehsal müəssisəsinin üretim tesisinin gələcək fəaliyyəti üçün biz tərəfindən nə həyata keçirilməsi və nə dəstək göstərilməsi lazımdırsa, sənaye parkları və ya sənaye məhəllələrində, yəni orqanizə sənaye bölgələri və küçük sənaye sitələrində yerlərin verilməsi, təşviq, istər yatırım təşviqi sənədi olsun, istər digər təşviqlərin verilməsi, istər Valih bəyin də dəstəyi ilə Ələt Azad İqtisadi Zonasında yatırımların həyata keçirilməsi, bu ilə bağlı hər hansı bir nazirlik tərəfindən hansı dəstəklər lazımdırsa, biz onu görməyə hazırıq. Eyni zamanda da Aspromo, qolumuz, Kobia və Azərbaycan Biznes İnkişafı Fondu istər güzəştli kreditlər vasitəsilə olsun və ya güzəştli kreditlər yox, səhəm kapitallı iştiraklar vasitəsilə olsun və ya hər ikisi ilə olsun, biz fəaliyyət göstərməyə hazırıq. Bildiyiniz kimi dünyada KOBİ'lərin uğuru təkcə daxili bazarla məhdudlaşmır. Uluslararası işbirliği, ixracat, stratejik ortaklıklar artıq bugünün əsas reallığına çevrilmiştir. Biz eyni kökdən gələn, eyni dəyərləri bölüşən iki qardaş devlətik. Son illərdə KOBİ Musiat əməkdaşlığı real nəticələr verməkdədir.